Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə olunması ilə müşahidə olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Astarada dənizkənarı park bulvar kompleksinin salınması xüsusi əhəmiyyət kəsb edir. Şəhər mərkəzində yerləşən bu mədəniyyət və istirahət mərkəzlərində yenidən qurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə müasir görkəm alıb. Prezident İlham Əliyevin park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən salınan həmin dənizkənarı park bulvar kompleksi ilk növbədə şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Müasir tələblər səviyyəsində qurulan və şəhərə xüsusi yaraşıq verən bu istirahət ocağı Azərbaycanın tərəqqisini, ölkəmizin və onun bölgələrinin inkişafını bir daha sübut edir. Prezident İlham Əliyev Astaranın dənizkənarı park bulvar kompleksində yaradılan şəraitlə tanış oldu. Dövlət başçısının diqqətinə çatdırıldı ki, park bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahili boyunca 1 kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti quraşdırma işləri başa çatdırılıb. Buradakı park bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi isə 2 hektardır. Park bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitness meydançası, kafe çay evi tikilib. Bundan əlavə ərazidə uşaq əyləncə atraksiyonları quraşdırılıb. Burada dövlət başçısı Astarada icrası nəzərdə tutulan sosial infrastruktur layihələrinin eskizlərinə baxdı. Geniş yaşıllıq zolaqlarının salındığı kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, ölkəmizin bütün bölgələrində aparılan abadlıq quruculuq işləri əhalinin istirahətinin təşkilində əsaslı dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması da bu baxımdan diqqət mərkəzindədir. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasının əyani sübutudur. Diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, indi hər cür şəraitlə təmin olunan, yüksək zövqlə tərtib edilən belə istirahət məkanlarının salınması göstərir ki, ölkədə bu məsələyə kompleks yanaşma mövcuddur. Təbii ki, bu da Prezident İlham Əliyevin yerli icra hakimiyyəti orqanları qarşısında qoyduğu vəzifələrdən irəli gəlir. Dövlət başçısı istəyir ki, ölkəmizin hər yeri abad olsun. Həmin missiyanın həyata keçirilməsi isə bu cür möhtəşəm istirahət məkanlarının yaradılması və onun xalqın istifadəsinə verilməsindən keçir. Belə ki, bu kateqoriyadan olan layihələr gözəl təbiətlə, göz oxşayan yaşıllıqlarla və ən əsası da mavi Xəzərlə vəhdət təşkil edəndə daha maraqlı alınır və onun xidmət etdiyi amal da insanların istirahətində, rahatlığında öz əksini tapır. Astara rayonunun axşam mənzərələri də könüllərə fərəh, ruha təravət gətirir. Bütün bu reallıqlar ulu illərin uğurla davam etdirilən yeni neft strategiyasının məntiqi nəticələridir. Ölkəmizdə reallaşdırılan yenidən qurma tədbirləri Azərbaycan dövlətinin siyasətinin milli mənafedən qaynaqlandığını və insan amilinə söykəndiyini bir daha təsdiqləyir. Həmin siyasətin müasirliyə və ümumbəşəri dəyərlərə əsaslandığı da danılmaz məntiqdir. Belə təkrarsız mənzərələr bir-birindən üstün ideyalar doğurur, insanı xəyallar qurmağa yönəldir, düşünüb daşındırır və ən başlıcası əfsanə təsiri bağışlayan layihələri belə sabahın reallığına çevirməyə sövq edir.